Məşqçi bir neçə səbəbdən əvəz etmələr eləyə bilər. Bir, onun təbii ki, taktiki baxışlarıdır. Yəni, nəyisə baxır, qaydasında getmir, hansısa bir futbolçunu əvəzləyir, hansısa bir rotasiya eləmək istəyir və ya öz futbol baxışına uyğun hansısa dəyişikliyə gedir. Bir də ki, məşqçinin əlində planşet var. O planşetdə hansı futbolçunun, hansı dəqiqədə, hansı fiziki durumda olmağını görür. Yəni, ola bilər ki, bizim gözümüzə bu dəqiqəyə qədər yaxşı görünən futbolçu artıq tükənmək üzrədir. Artıq o göstəricilərdə görünür ki, bu adam dayanacaq. Çünki onların hamısı o katapultla idarə olunur, hamısının göstəriciləri məşqçinin əlində var. Orada fiziki hazırlıq məşqçisi də oturur, baş məşqçinin yanında lazım onu gətirir, göstərir və bütün bunlara uyğun, bunlara nəzərən qərarlar verilir həm də. Demirəm, elə əvəz etmə var ki, sadəcə oyunçunun oyunu getmir və məşqçi baxışına uyğun dəyişikliyə gedir. Elə də ola bilər ki, məşqçi baxır və görür ki, bu futbolçu artıq ya tükənib, ya tükənmək üzrədir, ya 5 dəqiqədən sonra orada rəqəmlərdən bilinir, bunun gücü lap minimuma enəcək, bunun artıq ürək döyməsi çox yuxarı qalxıb, əvəz etməyə lazımdır bunu. Yəni, bu nüanslara da fikir verməyə lazımdır. Tək adi ekran qarşısında əyləşib də məşqçi ağlı vermək biraz doğru bir şeylər də deyil. İndi hərə öz ağlına görə nəsə deyə bilər, amma komandanı istəyir Qurban Qurbanov, istəyir bir başqa uğurlu məşqçi hansısa bir kollektivi hansısa bir yerlərə gətirirsə, təbii ki, öz işi, öz futbol baxışı, öz o komandanı hazırlıq və oyuna kökləmək və s. komponentlər baxımından buralara gətirib çıxarıb da. Qurban Qurbanov bu Qarabağı bu yerlərə kimisə məsləhətin, hansı azarkeşlərin bir futbol baxışı ilə eləməyib ki, ona görə biraz bizim işimiz yenə edirəm, məsələlərə peşkar toxunmaqdır.